nədir? Ateizm niyə var? Ateizmin tərəfdarları hal-hazırda nəyə görə daha çoxluq təşkil edir? Biz bunları çox sadə, çox zehin qarışdırmayan, illüzioner sintezdə çox asan şəkildə anlaya biləcəyik. Terminlərə varmadan, bu belədir, bunun belə növləri var deyə Həyat adlı sənət əsərinin o kölgə versiyalarına dalmayaraq, mənzərəyə daha uzaqdan, daha geniş aspektdən baxaraq biz anlayacağıq ki, niyə bu ateizm yarandı və kimlərdir özlərini ateist adlandıran o insanlar və bunu adlandırmaqla, Allahı inkar etməklə onların qazancı nədən ibarət olur? Baxın dostlar, çox sadə bir izah verəcəm Allahın izni ilə. Biz hər birimiz bu həyatda bədənləndikdən sonra ruh gəldi bu həyata, müəyyən bir uşaq cismində bədənləndi. Qız və yaxud oğlan heç bir fərqi yoxdur. Ruhun cinsiyyəti yoxdur, sadəcə taxılan maskanın bir fərqi var. Və bədənləndikdən sonra o bu həyatda yavaş-yavaş addımlamağı öyrənməlidir. Addımlayanda bilirsiniz ki, uşaqlar addımlayanda onlar yıxılırlar və heç bir uşaq ateist olaraq doğulmur. Heç bir uşaq ateist olaraq bu dünyada bədənlənmir. Onların bir fitrəti var, bir həqiqi özü var və o həqiqi özdə onlar həqiqi kimliyini hər zaman xatırlayırlar və bilirlər. Bəs necə oldu ki, sonradan onlarda belə bir hal yarandı? Biz bilirik ki, uşaq gəzməyə başlayanda o yıxılır, zədələnir, ayağı əzilir, əli əzilir, üzü cızılır. Və həmin yıxıldığı anda, həmin o travma aldığı anda və travmanı emosiya ilə işlədiyi anda, öz həyatına toxuduğu anda ilk öncə gözləyir ki, məni kimsə yıxıldığım yerdən qaldırsın. Və o bəzi hallarda qalxmağa cəhd göstərir, bəzi hallarda isə ümumiyyətlə yıxıldığına görə başlayır qurban şuur səviyyəsində, start şuur səviyyəsi olaraq günahkar axtarmağa. Məni kim yıxdı? Məni niyə yıxdılar və mənə niyə kömək olunmur? Və qurban şuur səviyyəsində olduğuna görə, günahkar axtardığına görə təbii ki, günahkar tapır. Ya insanları günahlandırır, ya hadisəni günahlandırır, ya situasiyanı günahlandırır və yaxud da ki, ən son versiyada günahlandırır onu yaradanı. Yəni Allahı günahlandırır ki, sən yoxsan, Allah yoxdur deyərəkdən başlayır bir ali özə yoxluq damğası vurmağa ki, sən məni ayağa durğuza bilmədin. Demək ki, sən yoxsan. Bir uşağın bu həyatda gəzməsi üçün, dostlar, o mütləq şəkildə yıxılmalıdır. Hər dəfə yıxılanda onu kimsə yıxıldığı yerdən qaldırsa, o gəzməyi öyrənə bilməz. O öz ayaqları üstündə dura bilməz. Təsəvvür edin ki, bir cücə yumurtadan çıxır və orada bir yumurtanın qabığını qırmaq üçün müəyyən bir fiziki fəaliyyətdə bulunur. Yəni, cəhd göstərir. Azad olmağı üçün cəhd göstərir. Və siz bu cəhdi gördünüz, getdiniz, götürdünüz o yumurtanın qabığını qırdınız. Nə baş verəcək orada? Təbii ki, oradan çıxan cücə, o həqiqi gücünün fərqində olmayacaq və hər zaman zəif olacaq. Təşəkkür edirəm hədiyyələrə görə. İndi bizim bu dünyaya gəliş məqsədimizi biz bildikdən sonra məqsədimiz nədir? Həqiqi kimliyimizi xatırlamaq, şuur səviyyəmizi dərinləşdirmək, mənəvi olaraq böyüməyimizdir. Və biz bütün bunları unuduruq. Niyə gəldiyimizi də unuduruq. Başlayırıq biz hamını günahlandırmağa. Sən məni yıxdın, sən məni ayağa qaldırmadın. Və oturduğumuz yerdə də ağlayırıq. Və bizim kimi yıxılan bir çox insanı da biz müşahidə edirik. Niyə görə? Çünki biz bir həyat oyunundayıq axı, onları da görürük.
Hətta özümüzə dəstəkçilər də axtarırıq. Deyirik ki, bax, sən də mənim kimi yıxılmısan. Demək ki, səni də qaldıran yoxdur ayağa. Bax, demək ki, Allah yoxdur. Demək ki, məni qaldıra bilməyən kimi onun gücü yoxdur səni də yerindən qaldırsın. Amma bu uşaq təfəkkürüdür dostlar. Bu uşaq təfəkkürüdür. Bioloji olaraq böyük ola bilər bu şəxs. 50 ola bilər, 70 ola bilər, 30 ola bilər. Fərqi yoxdur, yaşın bir önəmi yoxdur. Bioloji yaş önəmsiz bir şeydir. Əsas olaraq mənəvi yaşın çox önəmi var. Və mənəvi yaşı o əgər inkişaf elətdirsə, həqiqətən də bir həqiqət axtarışına çıxsa, yəni yıxıldığı yerdən qalxmaq istəsə, ona bir əl uzadılacaq. Hər zaman ona uzadılan bir əl var. O sadəcə bunun fərqində deyil. Yəni Allahı inkar edən sahib olduqlarının fərqində deyil. Niyə görə fərqində deyil? Çünki o həqiqətə kördur. Həqiqətə kör olmaq o deməkdir ki, səni hər gün yuxudan oyandırmağı unutmayan, səni hər gün yedirdən, içirdən, səni geyindirən, səni gözəl insanlarla, hadisələrlə, situasiyalarla əhatə elətdirən, sənin həyətində meyvə ağaclarını var eləyən, sənin üçün günəşi çıxardan, sənin üçün gecə qaranlıqda qorxmayasan deyə ayı çıxardan, sayısız hesabsız saymaqla bitməyəcək qədər naz-ı nemətlə səni əhatə edəni sən əgər görmürsənsə, o zaman bu deməkdir ki, sən körsən. Sadəcə olaraq dünyəvi sənə göstəriləni görürsən. Həqiqəti görmək iqtidarında deyilsən. Və sən deyirsən ki, yox, o yoxdur. Tamam, o yoxdursa əgər, sənin dediyin doğrudursa, necə oldu ki, sənə o bu qədər neməti bəxş etdi? Sən onu inkar edərkən belə. Bu yıxılan uşaq onun əlindən buraxsa belə, o, onun əlindən heç vaxt buraxmır. Yıxılan uşaq torpağa üsyan eləsə belə, torpaq yenə onu öz üzərində daşıyır. Atmır onu kənara, yenə öz üzərində daşıyır. Yəni ki, bir uşaq deyə bilər ki, ana mənim qayğıma qalmır, mənə baxmır, bütün günü gedir işləyir, misal üçün. Amma mənə sevgi vermir. O, ananın nə qədər yorğun olduğunu, onu yedirtmək üçün, içirtmək üçün müəyyən bir fəaliyyətdə bulunduğunun fərqində deyil. İndi burada biz uşağa deyə bilərikmi, sən doğru deyirsən? Yox, deyə bilmərik. Doğrular və yanlışlar dünya duallığıdır. İnkar edənlər və qəbul edənlər kimi, bunlar da dünya duallığıdır. Və hadisələrə dünya duallığından baxırıqsa əgər, biz də mənəvi olaraq kiçik deməkdir. Bir inkar edənin aspektindən baxmaq və yaxud da ki, bir inkar edənə, sübut edənin aspektindən baxırıqsa biz həqiqəti görə bilməyəcəyik. Biz illüzyoner sintez eləyə bilməyəcəyik. Biz anlaya bilməyəcəyik ki, o travmatik bir insandır. İnkar edən ən çox axtaran insandır əslində. Əgər o inkar eləyirsə, demək ki, axtarıb və tapmayıb. Demək ki, onun axtarma şəkli də belədir ki, mən səni inkar edirəm, sən mənə özünü göstər. Göstər ki, mən inanım sənə. Bundan ibarətdir əslində. Biz indi həmin insanla oturub söhbət etsək, onun yaşadığı həyat situasiyalarına şahid olsaq, görəcəyik ki, həyatın çətin dönəmində o üsyana qapıldı və inkar etdi onu. Dedi ki, yoxdur. Amma fərqində deyil ki, həmin o çətin situasiya həyatın bir imtihanı idi. Həyatın bir leveli idi. Və sən oranı aşar isən, aşmaq nə deməkdir? Həmin anda onun rəhmət və mərhəmətindən yapışmağın idi. Səndən gələn xeyrə də, səndən gələn şərə də həmd olsun deməkdir. Və siz əgər bunu deyər isəniz həmin o çətin anda, üsyana qapılmazsınızsa, o zaman onun sizə necə kömək etdiyini siz çox gözəl şəkildə görə bilərsiniz. Onun rəhmətini, mərhəmətini görməmək üçün sadəcə olaraq həqiqətə kör olmaq kifayətdir. Əgər bunu edən insan onu görə bilməz. Və bu uşaq
həmin o yerdə olan, yıxılan, əzilən, büzülən, günahkar axtaran uşaq görür ki, ona heç kim kömək etmədi. Və o ətrafında olan yıxılan uşaqlarla başladı söhbət etməyə, dərdləşməyə, özünü təsdiq etməyə, dediyini təsdiq etməyə. Və onun yanından keçən biri dedi ki, burada etməli olan bir hərəkət ayağa qalxmağındır. Ayağa qalxmağın üçün sənə vasitələr verib, sənə ağıl verib, düzgün istifadə etmirsən. Sənə ayaq verib, əl verib, yerə basaraq dura bilərsən, yarağı sara bilərsən, yarağı sarmaq üçün də vasitələr verib. Və yaxud da ki, bunları öz başına da edə bilərsən, mübarizə şuur səviyyəsində olaraq. Və yaxud da ki, sadəcə olaraq ana, mənim əlimdən tut və məni qaldır deyə bilərsən. O sənə mütləq cavab verəcək. Mütləq şəkildə sənin əlindən tutacaq. Və bu, sənin narahat saydığın və stresli saydığın, emosional olaraq acılar çəkdiyin bu həyatda sən əgər həqiqətən də onun əlindən tutaraq addımlamağı seçsən, onun sənin əlindən tutduğunu hər an hiss edə bilərsən. Hər an görə bilərsən. Və sənin o qəlb gözün ki var, hansı ki, illüziyanın, zərrənin küllüsünü görmək üçün açılmalı olan o gözün, bax, o gözün yavaş-yavaş açılmağa başlayacaq. Və sən o gözün açılanda elə şeylərin şahidi olacaqsan ki, onları zaten hər zaman müşahidə etmisən. Amma müşahidə etdiyinin fərqinə varmamısan. Ondan sonra isə sən illərdir baxdığın bir hadisəyə ananın əlindən tutaraq o hadisənin ətrafında bir dövrə vuraraq baxacaqsan. Və baxanda o sənə deməyəcək, bax. O sadəcə olaraq səni hadisənin ətrafında dövr elətdirəcək. Baxan yenə sən olacaqsan. Bir mənada. Və baxanda görəcəksən ki, mənim kədər adlandırdığım, mənim şər adlandırdığım ən böyük xeyr imiş ki, mənim çəkdiyim sıxıntının arxasında böyük bir genişlik var imiş ki, böyük bir qurtuluş var imiş ki və böyük bir azadlıq var imiş ki. Sən sıxıntını nəyə deyirsən? Bir insanın sənə həyatında xəyanət etməsinə sən deyirsən ki, bu insan mənə xəyanət etdi, mənim etdiyim yaxşılıqları görmədi və yaxud da ki, mən bir insanın emosional təsirinə məruz qaldım, mental təsirinə məruz qaldım, enerjisel təsirinə məruz qaldım və bütün bunlar ədalətsizdir. Və sən bunları deyirsən, amma fərqinə varmırsan ki, qarşılaşdığın hər çətin situasiya sənin həmin illüzyoner dünya, belə deyək, sıxılmış enerjisindən qopmağın üçün bir zəncir idi. O zənciri qopan, o zənciri kəsən bir həyat situasiyası idi ki, sən emosional olaraq bağlı qalmayasan. Bağlı qalanda sənin enerji həmin şəxslərə axacaq. Sən tükənəcəksən. Tükənirsənsə, sən necə ali özvü idrak edə biləsən? Tükənirsənsə, sən necə özvə zaman ayıraraq öz daxili dünyanın kəşfinə çıxasan? Sən necə mənəvi olaraq böyüyəsən? Axı sən xərcləyirsən. Bütün bu hadisələr əslində bizim xeyrimizə baş verən hadisələrdir. Sadəcə olaraq biz bunun fərqində deyildik. Fərqinə varan, nə vaxt varır insan? Mənəvi olaraq böyüyəndə. Yəni ki, o uşaq durur ayağa, yarasını sarır, qanayan dizini sarır və başlayır yavaş-yavaş addımlamağa. Addımlayanda görür ki, digər uşaqlar boşuna yerində sızlayır. Yəni, bir şuur səviyyəsində, qurban şuur səviyyəsindən mübarizə şuur səviyyəsinə addımlayanda artıq ikinci levelə keçid edəndə o, həmin o yerdə ağlayan uşaqların timsalında yenə özünü görür. Özünü görür və anlayır ki, mən ayağa dura bilmişəmsə, demək ki, onlar da qalxa bilər.
Sadəcə olaraq fərqində deyillər. Sadəcə olaraq hələ onların həyatında sızlama dövrüdür. Hələ onlar sızlamalıdır, ağlamalıdır, günahkar axtarmalıdır, ateistik yöndən o yoxdur deməlidir. Axı dura bilmir ayağa. Axı ona uzanan əlləri görə bilmir. Axı uzanan əl deyəndə dostlar, fiziki bir əldən söhbət getmir təbii ki. Uzanan əl bəzən yıxıldığın anda sənə təpi vuran insandır. Yıxıldığın anda sənə mən səni qaldırmaq istəmirəm deyən insandır. Yıxıldığın anda sənə gülən insandır. Yıxıldığın anda səni vecinə almayaraq səndən keçən insandır. Bunlar sənə uzadılan əldir. Niyə görə? Təsəvvür edin ki, yolla gedirsiniz, bir dilənçi görürsünüz, əli var, ayağı var, gözü var, başı var, canı var, cəsədi var və deyir ki, mənə pul ver. Siz də deyirsiniz ki, bunun başı xarabdır da həqiqətən. Bu cəmaatı doluyub. Bu cəmaatı doluyub, bu mən gedirəm, işləyirəm, qazanıram. Buna nə olub ki? Məndən 2 qat böyüdür. Təşəkkür edirəm hədiyyəyə görə, minnətdaram. Verərsinizmi həmin şəxsə pul? Yox, verməyəcəksiniz. Amma siz görsəz ki, həqiqətən də o bir ehtiyac sahibidir. Bax, o zaman siz ona yardım edəcəksiniz. İndi sizin hər bir şeyiniz var. Hər bir şeyiniz var. Amma siz belə deyək, yıxılıb yerdə ağlayırsınız. Günahkar axtarırsınız. Allah yoxdur deyirsiniz. Və baxıb keçən insan da nə deyir? Deyir ki, bunun başı xarabdır. Dur ayağa, addımla da. Sənə o iqtidarı verib də o, sənə o gücü verib. O potensial səndə var. Niyə sızlayırsan? Niyə ağlayırsan? Bu qədər bəsitdir dostlar əslində. Və görür ki, mənə heç kim köməklik eləmədi. Yerdə mənim kimi yıxılanlar da öz hayındadır. Neynir? Əgər o ömrünü bu yerdə sürünərək başa vurmaq istəmirsə, ayağa qalxır. Ayağa qalxanda özünü qınayır. Niyə qınayır? Niyə ləvvaməyə yüksəlir? Çünki mən qalxa bilərdim, illərimi həsr edərək qalxmadım. Deyir və başlayır həmin o yolda addımlayan insanlarla bir mübarizə meydanı adlandıraraq bu dünyanı gəzməyə. Gəzəndə ilk öncə neynir? Şikayətini, yıxıldığı anda çəkdiyi əzabları başlayır insanlara danışmağa. Mən yıxıldım, mən zədələndim, mən heç kim ayağa qaldırmadı, mən özüm qalxdım, fərqində deyil ha. Özü qalxdı, özüm qalxdım. Bu cümlənin içində olan egonun, içində olan o nəfsin ona didirtdiyi bir cümlə olduğunun fərqinə varmır. Mənlərlə ibarət bir cümlələr qurur və indi qaçaraq, addımlayaraq başlayır öz ateistik mövqeyini irəli sürməyə. Bu fikirləri başlayır o qaçışda olan insanlara yaymağa. Onlar da yıxılıb bunun kimi duran adamlardır. Təbii ki, onu dəstəkləyəcək. Təbii ki, o əli hiss eləməyənlərdir, onu dəstəkləyənlər də. Biraz da addımladıkdan sonra, biraz da öz ətrafına bir çevrə formalaşdırdıqdan sonra başlayacaq nəzarət şuur səviyyəsinə yüksəlməyə. Nəzarət şuur səviyyəsi nədir? Hər bir şeyi nəzarətində saxlamaq, öz doğrularını insanlara təlqin etmək, özünə bir kütlə formalaşdırmaq və bu cürdə öz nəfsini tatmin eləmək ki, bax, məni dəstəkləyənlər var, demək ki, mən doğruyam. O hələ doğrular və yanlışlar dünyasındadır. O hələ Matrixin duallığında ilişib qalır. Və sonra görür ki, mən nə qədər rahat olsam da, içimdə bir narahatlıq var. Mən nə qədər rahatlıq maskası taxsam da, mən nə qədər nəfsimdən gələn sözləri dilimə töküb insanlara təlqin etsəm də, axşam, gün batdıqdan sonra, o insanlar yatdıqdan sonra içimdə elə bir boşluq var ki, o boşluğu heç bir inkar cümləsi doldurmur. Nə qədər inkar etsəm də, nə qədər inkarımı təbliğ etsəm də,
mən doya bilmirəm, o boşluğu doldura bilmirəm. Bu emosional ac tərəfim qalır. Sərgərdan vəziyyətdə mən gəzirəm. Baxın dostlar, onların axşam yaşadığı hal budur. Bir çoxlarını da görə bilərsiniz ki, xüsusilə axşamlar açıq çalınır ki, axı axşam şuuraltının bizə ayna tutduğu vaxtdır. Axı axşam bizim dünyanı dolaşıb daxili evimizə gəldiyimiz vaxtdır. İndi evimizdə heç kim yoxdur. Nə edəcəyik? Axı heç kim yoxdur evimizdə. Biz kimlə danışaq? Biz kimə şikayət eləyək? Götürür telefonu, qoyur qulağına, yenə həmin şəxslərə, mübarizə şuur səviyyəsində olan şəxslərə, dəstəkçilərə başlayır o gecənin müəyyən dövründə qalan qismi potensial, qismi enerjisini xərcləməyə. Bir müddət belə özünü aldadır, bir müddət belə bir maskalar taxır. Amma hara kimi qaçacaqsan? O səni hər an müşahidə edir, hər an səninlədir. Sən onu buraxsan belə o səni buraxmır. Və bir müddət sonra çox dərin bir boşluğa düşürlər. Təşəkkür edirəm Şəhadə xanım. Və həmin o boşluqda bir depressiya halı yaşayırlar və onlara heç bir şey kömək etmir bu anda. Nə kiminsə inkarı kömək etmir, nə ətrafında olan insan sayı kömək etmir. Çünki özünü təşəkkür edirəm. Çünki özünü emosional olaraq çox xərclədi. Emosiyalarını, kinini çoxlu şəkildə qusdu, boşaldı, enerjisel olaraq tükəndi. İndi ora necə bir şey doldursun, necə yığsın bir enerjini? Bunu da bilmir. Bunu da bilmir, bilmədiyinə görə də gedir, tükəndiyinə görə özü kimi tükənmək üzrə olan insanlar ki var, başlayır onları dinləməyə. Başlayır onların yazdıqlarını oxumağa. Axı dolmalıdır ora bir enerji ilə. Boşluq yaratma qanununa əsasən xərclədiyimiz qədər də dolacaq. Ona görə xərclədiyimizə diqqət etməliyik. Belə-belə görürsünüz ki, dostlar, onların ömrü bir-birinə calanaraq hədər edir. Hədər şəkildə xərclənir. Sadəcə olaraq bir məxluq həyatı və məxluq həyatının yaşamı onların həyatının mərkəzi olur. Yemək, içmək, yatmaq və digər dünyəvi şəhvətlərdən ibarət bir həyat. Mənasız bir həyat. Mənasız, yəni mənanın olmadığı, yəni sevginin olmadığı həqiqi sevgidən gedir. Sadəcə olaraq məqsədsiz bir yaşam. Çünki sən dünya illüziyasındasan və bilmirsən ki, nə edəsən. Bilmirsən ki, sən hara gedəsən. Boşluqdasan axı sən. Tükənmisən axı sən. Onlardan soruşsaz ki, sadəcə mən bu dünyaya gəlmişəm, yaşadım, öldüm, hər şey bitdi. Kim dedi sənə elə olacaq? Niyə özünü aldadırsan belə? Əminsənmi öləndən sonra hər şey bitir? Əslində öləndən sonra başlayır elə hər şey. Və bir çox belə insanlar, dostlar, həmin o boşluğu boynuna alaraq, deyərək ki, həqiqətən də mən bir boşluqdayam və bu boşluqda mən qurtulmaq istəyirəm. Və onlara bir Rəbb olan Allah tərəfindən bir dal uzadılır. O quyunun dibində çapalamaqlarına rəğmən çıxmaq istəyənə bir dal uzadılır Rəbb tərəfindən. Həmin o daldan yapışan, mən sizə deyim ki, sürətli şəkildə transformasiya olunur. Çox sürətli şəkildə. Bir çox belə insanlar var, bunlar həqiqətən də o mənanın itmə anına yaxınlaşıblar bir ateistik mövqedən ki, mən inkar etdim illərdir, amma heç bir şey qazanmadım, tükəndim, bitdim, boşluqdayam, nə edim bilmirəm. Artıq məni təsdiq eləyənlərin də mənə heç bir xeyri yoxdur. Çünki onların təsdiqi də artıq məndə bir ikrah doğurur. Yəni ki, mən bilirəm də, mən sənə dedim, sən də mənə dedin. Əslində mən niyə bu qədər onu inkar edirəm? Çünki mən onu axtarıb tapmaq istəyirəm. Və sadəcə olaraq harda axtarmalı olduğumu bilmirəm.
Mən bilmirəm ki, mən onu harda axtarım. Və axtarışda olduğunu artıq bəyan etdikdən sonra o dalı görür və oradan yapışır. Və çox qısa zamanda həmin insan mənaya və mənada başlayır yüksəlməyə. O başlayır qəlbi ilə təfəkkür etməyə. O götürür kitabı, artıq burada səhv axtarım babından yox da gözəlliyə fokuslanım babından bir baxış sərgiləyərək başlayır oxumağa. Çünki bir qızılgül var ortada. Bu qızılgülün bir tikanı var. Sən tikana baxıb qızılgül pisdir deyə bilməzsən. Çünki o tikanın bir funksiyası var. O tikanın funksiyası o qızılgülü qorumaqdır. Layiq olmayanlardan, iyləməyə layiq olmayanlardan qorumaqdır. Və bir gün sən alışırsan, kitabı oxuyursan ki, sən cəhənnəmdə yandırılacaqsan. Sən bunu belə təfəkkür etdin. Sən anlamadın ki, orada deyilən, orada təlqin olunan odur ki, soba qaynardı, əlvi vurma yanarsan. Və bu söz sənə sevgidən deyildi. Sən bunu idrak eləyəcək qədər böyümədin. Sən sadəcə kiçiksən. Sən sadəcə uşaqsan və səni uşaq adlandırmağım səni qınamağım deyil. Səni göstərməyimdir ki, sən olduğu biləsən. Sən kim olduğu biləsən. Sən harda olduğu biləsən. Sən böyüdükdən sonra görəcəksən ki, sənə deyilən o cümlə sənə olan sevgidən idi. Ona səni yandırmaq lazım deyil. O bunu istəmir. O istəyir ki, sən qurtuluşa ərəsən. O istəyir ki, sən həqiqi xoşbəxtliyinə çatasan. O istəyir ki, sən əlində telefon olmadan da, evin olmadan da, maşının olmadan da bütöv ola biləsən. Zaten bütöv olanda bunlar sənə veriləcək. Veriləcək və sən bunun iqtidarına varacaqsan. Veriləcək və sən onun hikmətini görəcəksən. Və həmin anda sən götürüb artıq oxuyanda fərqli gözlərlə oxuyursan. Sən artıq qızılgülün tikanını yox da, artıq orada olan o qönçəni və o qönçənin yaydığı gözəl qoxunu görürsən. Və bunun fərqinə varanda niyə illərlə mən tikana baxaraq bu gözəl qoxudan məhrum oldum deyirsən. Bugün bir çox insanlar var ki, bir çox dostlarımız var ki, qeyd etdiyim yollardan keçiblər. Allahın adı çəkiləndə qəribə bir hala bürünən insanlar var idi. Hal-hazırda o insanlar Allahı digər insanlardan daha çox anırlar. Niyə görə? Çünki onlar hər zaman axtarışda idilər, sadəcə axtarışda olduğunun belə fərqində deyildilər. Fərqinə varandan sonra artıq o özünü onların fərqinə vardıracaq. Çünki o deyir ki, Rəbbimiz deyir ki, bizim gözəl Allahımız deyir ki, sən mənə bir addım at. Mən sənə qaçaraq gələcəm. Sən onu doğru həqiqətən də bir addım atsan, onun sənə yetirdiyi gözəlliklərin fərqinə varacaqsan. Təkcə fərqinə varmaq yox, sən görəcəksən. Gözəl insanların gözəl sözlərində, insanların sənə yardımında, əlindən tutmalarında, emosional dəstək olmalarında, yıxılanda səni əlindən tutub durğuzmalarında, sən bunu görəcəksən. O surətlərdə sənə bunu göstərəcək. Və bunu görməmək üçün təbii ki, yenə də dünyəvi gözlər yox da, həqiqət gözü insanda kör olmalıdır. İndi də sən o sevgi ilə əhatə olunmusan. İndi də inkar edənin belə bağında alma ağacı var. İndi də inkar edənin bağından o çeşmə axır. Evinə su gəlir. Evində yeməyi var, içməyi var, geyimi var, yatacaq, duracaq yeri var. Nədir bunlar? Kim verdi bunları sənə? Sən mi aldın? Sənmi onların sahibi? Yoxsa sadəcə olaraq mən onların sahibiyəm deyərək özünü aldadırsanmı? Sahiblik iddiasındasanmı? Kirayəçi olduğun dünyanı mənimsəməkmi istəyirsən? Bununla mı sən özünü bir növ rahatladacaqsan öz nəfsini? Yox.
Bunlar sənə verildi. Bunlar sənə verildi ki, sən haqqı ilə istifadə edəsən. Zaten sən bu kirayəçi olduğun həyatdan gedəndə heç birini sən özündə apara bilmirsən. Kiçik bir nüansa diqqətini yetirərək anlayacaqsan ki, sən heç nəyin sahibi deyilsən. Və sahibi olmadığın bir evdə sən sahiblik iddiasındasansa, sən sadəcə axmaq bir davranış sərgiləyirsən. Hər bir şeyin təbii ki, sahibi Allah Subhanahu və Teala'dır. Gedmirsən əyləncə mərkəzinə özünlə oyuncaq mı aparmaq istəyirsən? Sənə verməzlər, oranın nəzarətçiləri var. Hər an müşahidə altındasan. Sən sadəcə necə getmisənsə elə də qayıdacaqsan. Bunun fərqinə varmalısan ki, böyümə yolunda addımlayasan. Və bu tipli insanlara necə baxış sərgiləmək lazımdır? Bir uşağa baxılan bir baxış. Mübahisə etmək yox. O yıxılıb, o travma alıb, sən də deyirsən ki, yox, yox. O var. O bunu anlamayacaq. O öz doğru bildiyini sənə sübut eləməyə çalışacaq. Sənin danışdığın sözlərin ona heç bir təsiri olmayacaq. Çünki orada bir yemək qabı dolmuş vəziyyətdədir. Onun bir tutumu var. O öz yemək qabını öz düşüncəsi ilə doldurdu. Sən ona təqdim etdiyin yeməyi yeməyə artıq o toxdur. O ac deyil. Yəni sənin xərclədiyin efor, sənin onunla mübahisəyə girməyin, sənin ona nəyisə təlqin etməyin, bu doğrudur deməyinin heç bir mənası yoxdur. Sən özünü tükətəcəksən. Onu öz halı ilə burax. Onunla mübahisə etmə. Hadisəyə yuxarıdan bax. Hadisəyə tərəflər tərəfindən baxma. Hadisələrə tərəflərin mövqeyindən baxaraq sən doğrusan, sən yanlışsan demə. O yıxılıb və ağlayır. Ağrısını gizlədir. Travma aldı və travmasını örtdü. O yoxdur deyən bir sosial maska ilə. İndi sən nə etmək istəyirsən? Sən onun üzündə olan maskanı mı çıxarmaq istəyirsən? Yox. O buna icazə verməyəcək. Niyə görə? Çünki o öz acizliyini, öz zəifliyini və yaxud da ki, o öz yarasını sənə göstərmək istəmir. Sən də məcbur şəkildə yox, sən maskanı çıxarmalısan deməklə neysə nail ola bilməyəcəksən. Sən ona zaman tanımalısan, sürə verməlisən. Bunu sən necə etməlisən? Gözlərində bir intiqam, gözlərində bir yuxarıdan aşağı baxma, gözlərində bir aqressiyanla yox. Yox. Sən bunu ədəblə etməlisən, sən bunu əxlaqla etməlisən. Sən elə bir əxlaq nümayiş elətdirməlisən ki, o baxaraq desin, bu necə ola bilər? Hansı kitabı oxudun, bunu əldə etdin? Necə bu baş verdi? Necə belə rahatsan? Necə belə sakitsən? Necə belə heç nə sənin vecivə deyil? Necə belə sən təvəkkül içərisindəsən? Nədir sənə bu təvəkkülü bəxş edən? Sən öz əxlaqınla onun bir növ nümunə olmalısan. Və sən bunu etsən əgər, boş-boşuna enerji israfında olmasan əgər, mütləq şəkildə o səndən məsləhət alacaq. Uşaq həmyaşıdından məsləhət almır. Biz bunu bilirik. Çünki uşaq həmyaşıdı ilə yarışdadır. Mübarizə şuur səviyyəsində daxil. O yarışır. Mən səndən ağıllıyam, sən məndən ağıllısan və ikisi bir yerdə mübahisə edərkən arqumentlər gətirirlər ki, bax mən səndən çox bilirəm. Sən filankəsin filan əsərini oxudunmu? Yox. Mən oxumuşam amma onu. Orada belə bir şey deyilir. Belə insanları çox görə bilərsiniz. Söz yarışında, düşüncə yarışında olan insanları. Onlar mübarizə təfəkküründədir. Amma sən nə etməlisən? Sən mübarizə mi etməlisən onunla? Sən onunla yarışa mı girməlisən? Yox. Sən onunla elə bir davranış sərgiləməlisən ki, ananın, atanın uşağa olan davranışı, böyüyün balacaya olan davranışı. Yəni necə? Onun sözlərinə emosional reaksiya verməyərək. İnkar edir, etsin. Sənə nə? O, bugün inkar etməyi özünə layiq bildi. Bugün o şuur səviyyəsindədir. Bunu anla. Yıxıldı, əzildi.
Travma aldı və travmanın verdiyi ona acıdır, ona inkar elətdirən. Əslində o inkar eləmir, əslində o deyir ki, o özünü ona göstərsin. Mən istəyirəm ki, səni görüm. Əlimdən tut və mən səni görüm. Sadəcə cümləni düzgün qurmur. Və cümlə düzgün qurulmadığına görə orada olan mahiyyət idrak olunmur. Mahiyyət idrak olunmadığına görə cümlə təkrarlanır. Cümləni biz eşidirik. O yoxdur. Allah yoxdur. Tamam, alt mənasına bax, batininə bax, niyə dediyinə bax. Gəl onunla otur söhbət et ki, sən niyə bu cümləni dedin? Hansı hal yaşadın? Sənə nə ağırlıq yaratdı? Yıxıldınmı? Sən bunu etsən, ona mərhəmət babından yanaşsan, yazıqlama yox amma, mərhəmət. Yaxınlaşsan, maraqlansan, o artıq həmin anda hiss eləyəcək ki, ona uzanan əl, ona yardım edən vasitə surət deyil. Bütün surətlərin arxasında olandır. Və sən əgər burada nəfsani yox da bir rəhmani baxış sərgiləsən, həmin an o insana yardımcı qılınan vasitə sən olacaqsan. Sən xeyrə vasitə qılınmış olacaqsan. Və xeyrə vasitə qılındığına görə o insan transformasiya olunacaq. Bax, görürsənmi, sən sadəcə bir davranışı dəyişdiyinə görə, gör necə dəyişdi qarşındakı insan. Çünki sən enerjisel bir varlıqsan. Sən kiminsə yarasına duz basmaqla onu müalicə eləyə bilməzsən. Sən yarasına məlhəm olmalısan. Bunu əxlaqınla etməlisən. Bunu ədəbinlə etməlisən. Bunu sevginlə etməlisən. Və sevginin sağalda bilmədiyi heç bir yara yoxdur, dostlar. Kim olur olsun ətrafınızda. Hamıya gözəl, nəfsani sevgidən yox, rəhmani bir sevgi bəxş edin. Görəcəksiniz ki, o insan sizə etdiyi davranışına görə utanacaq. Dediyi sözə görə utanacaq. Çünki nə qədər kiçik olduğunu görəcəksin yanınızda. Böyüklük nədir? Böyüklük bağışlamaqdır. Necə bir bağışlamaq? Onun balaca olduğunu anlayaraq. Yolda gedirsiniz və bir yaşlı uşaq, təzə danışan uşaq sizi söydü. Nə edəcəksiniz? Durub uşağı döyəcəksinizmi? Vuracaqsınızmı? Qulağını mı dartacaqsınız? Yox. Anlayacaqsınız ki, o uşaqdır. Onlar da uşaqdır. Onlar da böyüməyiblər. Onlar balaca uşaqdır. Travma aldığı gündə artıq onların mənəvi yaşı stop elədiyi zamandır. Orada dayandı onların böyüməsi. Bioloji olaraq böyüdü. Baxırsınız ki, 50 yaşı var. Ağzını açıb danışır, görürsünüz ki, 1 yaşında uşaqdır. İndi 50 yaşında olan müameləni mi edək biz ona, yoxsa 1 yaşında olan müameləni mi edək? Əlbəttə ki, uşağa olan yanaşma. Yəni necə? Sən uşaqsan. Yox. Sevginlə. Bəli, sən düz deyirsən. Mən səni anlayıram. Niyə dediyini də başa düşürəm. Çünki sən travma aldın. Və özü orada tək hiss elədin. Düşündün ki, səni əlindən tutub qaldıran olmayacaq. Sənə uzanan əlləri belə sən görmədin. Sənə gözəl surətlərdə olan xitabları da belə sən görmədin. Sənə o quyunun dibində atılan ipləri sən görmədin. Sən sadəcə dizlərini qucaqlayaraq başını aşağı saldın və ağladın. Ağladın və başını yuxarı qaldırıb o iplərdən tutub qalxmalı olduğunu idrak eləmədin. Sən elə bildin ki, o gələcək səni əlində götürüb aparacaq. Yox, belə bir şey yoxdur. Bu simulyasiyada hər şey vasitələrlə baş verir. Sadəcə olaraq işarələri anlamaq lazımdır. Bir insanın sözündə sənə bir kömək var. Bir insanın baxışında sənə bir dəstək var. Bir insanın qəlbində sənə bir dua var. Sən sadəcə bunun fərqində deyilsən. Fərqində olsan, uzanan o dalın həmin o dua olduğunu görəcəksən. Kimin duasındasınız? Kiminsə duasındasınızmı? Gəlin buna baxaq. Mən kimin duasında və kimin bədduasındayam? Əgər mən bir insanın duasındayamsa, demək ki, mənə bir dal uzadıldı. Demək ki, mən oradan tutub qalxa bilərəm. Yox, mən inkar edərək, mən günahkar axtararaq, mən özümü bu dünyada yalnız hiss edərək, sadəcə olaraq quyunun dibində dizlərini büküb ağlayan bir uşağam. Başqa heç bir şey deyiləm. Bu qədər sadə.
Ona görə də dostlar, Peyğəmbərimizin insanlarla olan davranışını özümüzə əsas götürərək, sevgi ilə, mərhəmətlə, rəhmətlə insanlarla davranmaq lazımdır. Sevgi, ancaq sevgi. Ali özündə olan bir duyğu var, o da sevgidir və qarşılıqsız sevgidir. Mən sənə yaxşılıq etdim, sən də mənə et yox. Mən sənə verdim, sən də mənə ver yox. Yox, belə yox. Sadəcə olaraq mən içimdən sənə bunu etməyi istədim və etdim. Səndən bir əvəz gözləmirəm. Mənə bu sevgini bəxş edən, mənə bu etməyi bəxş edən, mənə bu surətdə etdirən odur, həmd olsun ona. Bunu idrak eləsəz, bunu həyatınıza tətbiq eləsəz və etdiyiniz yaxşılığın əvəzini gözləməsəz, surətlərə aldanmasaz, surətlərdən nəsə gözləməsəz, mümkün deyil ki, qarşınızdakı insan da dəyişməsin, siz də mənəvi mərtəbə adlamayasınız. Bu qeyri-mümkündür. Bunu idrakına vararaq, çox yaxşıyam, çox yaxşılıq etdim, mənim qədrimi bilmədilər kimi bir cümlələr daha qurmayacaqsınız. Çünki yaxşılığın əvəzini gözləməyəcəksiniz. Gözləsəz, verilməyəcək. Niyə görə? Çünki gözləntidəsiz. Araya girir gecikmə illüziyası. Amma gözləməsəz, ona xatır versəz nə baş verəcək? Bir yaxşılığın əvəzi olaraq 10 insan sizə yaxşılıq edəcək. Bir insan sizə 10 dəfə yaxşılıq edəcək, ən azı. Onun üçün 1 manat mı xərclədiniz? 10 manat sizə veriləcək. Çünki siz orada mənfəət də güdmədiniz, siz orada qarşı tərəfdən gözləntidə də olmadınız. Sadəcə olaraq yaxşılığı etdim, atdım dəryaya. Balığın bilməsi mənə lazım deyil. Xaliq zatən biləcək baxışı sərgilədiniz. Buna görə də Xaliq zatən səni müşahidə edir. Sən hər an onun müşahidəsindəsən. Et bunu, həyatında gözəlliyin şahidi ol. İnsan da var ki, ümumiyyətlə heç bir şeyin bədəlinin ona verilməsini istəmir. O deyir ki, yalnızca sən buna layiqsən, ya Rabbi. Sən buna layiqsən. Sənin mənə bəxş etdiyin mərhəmətdən doğan bir haldır bu ki, mən insanlara sənin rızan üçün yaxşılıq etdim və səndən heç bir bədəl gözləmədim. Bu da bir mənəvi mərtəbədir. O səni elə öz gözəlliklərlə əhatə edəcək ki, həqiqətən də sənin ümumiyyətlə heç nəyə və heç kimə ehtiyacın olmayacaq. Bu, emosional doluluq halıdır. Və sən dolusan. Sənin evdə bir seyfin var. Seyf ağzına kimi qızılla doludur və sən həqiqətən də bununla yetinirsən. Artığını istəmirsən, çünki hər bir şeyə çatır. Sən boşluq yaratma qanununu, bu qanunun hüdudlarından da çıxmısan. Hüdudlardan necə çıxa bilərsən? Elə çıxa bilərsən ki, sənə gəlir və səndən axır. Gələn və axan bir-birini balanslayır və sən hər zaman dolu qalırsan. Emosional doluluq halı budur. Və sən bu hala düşsən əgər, həqiqətən də bütün sosial maskalardan arınmış olacaqsan ilk öncə və hadisələrə yuxarıdan baxacaqsan. Yuxarıdan baxacaqsan Allahın fəlsəfəsi ilə, hər zaman sevgi ilə. Dostlar, mövzumuz bu qədər. Mövzunu niyə belə aspektdə izah etdim? Ona görə ki, belə hallarla şahidi olanda siz, qarşılaşanda siz duyğu ifraz eləməyəsiniz. Emosional reaksiya verməyəsiniz. O bunu edir, etsin. Bugün o özünü buna layiq bildi. Allah nəsib edərsə, o yıxıldığı yerdən ayağa qalxarsa, o zaman o bunun fərqinə varacaq. Mən də onu müşahidə edən bir müşahidəçi olacam və digər insanların da ayağa qalxmasını o müşahidə edəcək
və yaxud oturub ağlamasını seyr edəcək. Bir daha idrakına varacaq ki, mən harda idim, necə idim.